Deyir ki 29-da yığılmış 848 ton məhsulun 4də 3 hissəsi emal edildi. Neçə ton məhsul qaldı? Məhsul qaldı. Ay, 848 bölük 4-ə vurulacaq. ay sağ ol. Ədədə görə hissənin tapılması qaydasını edirik. Onda hesablamağı səhv eləmişəm. Yəqin ki, qaydan düppələm düzdür. Hə, yəqin hesablamısan. Sən oradan çıxmamısan. Aldığın cavabdan, bax burdan indi aldığın cavabı çıxacaq 848-dən aldığın cavabı çıxacaqsan, həmin cavabımız o olacaq. Yəqin ki, onu eləməmisən sən. Sən hansı variantı almışdın? Yox, çıxmamışdım. Ay, sağ ol. Bax, ən böyük səhvin odur. Sənə şərtin sonunda deyir nə qədər qaldı? Ən böyük səhvimiz sona qədər oxumamağımızdır, ağam. Aha, gəl bir yerdə hesablayaq görək. 848-i 4-ə bölək. Buyur, izahları ver mənə. Ya kömək et. 636. Müəllim, 848-i böləndə 4-ə 212 eləyir. Ay, sağ ol, düzdür. Onu da vururuq 3-ə. Bərabərdir 636. Ay, sağ ol. Sən C götürmüşdün, hə? Bəli, müəllim. Axı bu bizim emal edilən hissəmizdir. Hər zaman, bax sənə kopyanı da verim. Hər zaman şərti oxuyandan sonra, misal eləyəndən sonra həmin aldığın cavabı qruplaşdır. Gör bu nəyin cavabıdır? Mən də baxıram ki, bu 636 emal edilənin cavabıdır. Mötərizədə yazıram emal. Yəni istifadə olunan, işlənən imiş. Və məndən deyir nə qədər qaldı? Qaldı sözünü deyirsə 848-dən də işlədiləni çıxaram, qalanını taparam. Çıxılsın 640. 112. Aha, 636. A variantı. 212. Anladıq mı tam? Bəli. Əslində çox primitiv idi. Sadəcə diqqətli. Vurulsun x 5 dəfə x-i toplamaq deməkdir. Yəni verilən ədədi toplamaq deməkdir özü ilə. Ona görə də olacaq A variantı. Yadındadır biz misal hesablayanda, tənlik hesablayanda necə eləyirdik? Tutaq ki, x üstəgəl 5 vurulsun x üstəgəl x. Belə olan halda necə toplayırdıq? Yadındadır? X-lar formasında toplayırdıq. 2x, bu da 5x olacaqdı 7x. Düzdürmü? Demək ki, bu deməkdir ki, x-ların cəmi həmin o x-ların sayı vurulsun x-a mənasını ifadə edir bizə. Əla. Məsələn, bu C variantında x-lar toplanıbsa, neçədən x toplanıb? Nə yazarıq ora? Müəllim, ora 1, 2, 6 vurulsun x. 6 vurulsun x olardı. Bəli, bəli. Afərin sənə. Ağam. 3-də nə demişdik biz? 3-də verilən ədədə uyğun olaraq vurmuşduq da bu x-imizin sayına, düzdürmü? Yəni 5-ləri toplamışdıq, 5 dəfə x-i toplamışdıq. Həmin o qaydaya əsaslanaraq 4 dəfədə m-i toplayırıq. Yəni m üstəgəl m üstəgəl m üstəgəl m formasında veriblərsə və yaxud da ki 4 dənə m-i yan-yana veriblərsə, bu deməkdir ki 4 vurulsun m qaydası, əlavə də burada 7-si varsa, üstəgəldə 7 qaydası olacaq. Yəni, bu ümumi ədədi ifadələri nə qədər çox görsək, o qədərinin sayını vurulsun həmin o hərfə qaydasını öyrənmiş olacaq. Yaxşımı? Eləməli, yanlışlıqla səhv elədiyimə görə burada da səhv eləmişəm. Ay, sağ ol. Eyni səhv elədiyinə görə burada da yanlışlığa yol vermisən. Amma düşünürəm ki, artıq izah tam anladın. Yaxşımı? Tam başa düşdün? Bəli. İndi 11-in səhvinə baxaq görək. 11-də nə yazmısan ki? Müəllim, mən bunu düz yazdığıma əmin idim axı. Əmin idin, yəni əmin idin. Nə demişdin 11-də? 11-də mən şeydim, somalıydım. Dəqiqə baxın. 11-ə bax. Gəl bir yerdə baxaq. 11-də C yazmısan. Bəli. 11-də gəl bir yerdə hesablayaq görək. 11-də hansı variant olmalıdır? Necə hesablamısan 11-i? Bir mənə izahını ver. Mən elə oradakı d bölünsün 8 eləmişəm 32. Ondan sonra d bərabərdir. Aha. 32 bölünsün 8. Ay, sağ ol. Qaydanı düz getmisən. Yəqin hesablamada biraz aləmi qatmışıq bir-birinə. 80, 160, 240.
256. 256. Ay sağ. Bilmirəm. 24 256-dır. Bəli. Sən rəqəmi yanlış ya yazanda səhv görmüsən, ya da hesablayanda. Bəli. Əsas odur ki, tapdıq özümüz cavabını.